Dostlar salam, bir maraqlı su təchizatı qrupu göstərim sizə. Deməli, burada su fasilə ilə verilir və bu bizim soyuq su girişimizdir. Üzərində ümumi giriş olaraq qeyd olunub. Təzyiq reduktorumuz var, hal-hazırda təzyiq 3 bardır. Bu bakı doldurmaq üçündür. Bu isə bakdan istifadədir. Burada bizim nasosumuz var, Siako nasosumuz və bu cür kranla təchiz olunub. Həm burada, həm burada. Bu isə kombiyə gedən xətt, yəni gedir kombiyə, qızdırılır və bura göndərilir. Bu isti su istifadəçilərin ventilləridir, bu isə soyuq su istifadəçilərin kollektordur. Burada bizim incə təmizləmə, Çin istehsalı filtrimiz var. Yuxarıda bakımız var və bakdan 32'lik kanalizasiya gəlir bura və tökülür bura. Amma birləşməyib. Sifon var ki, hava tıxacı və s. qalmasın, həm də səs əmələ gəlsin. Su dolanda instalyasiyanın rezervuarına tökülür, oradan da unitaza tökülür. Ona görə də onu eşidə bilirik. Filtrdə yumaq istəyəndə, boşalmaq istəyəndə o da bizdə rezervuara birləşdirilir. Gələcəkdə burada işıq da olacaq, elektrik də olacaq və nasos avtomatik rejimdə də işləyə biləcək. Bu qədər dostlar. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıb.